Ölkə xəbərləri ilə davam edirik. Azərbaycana qarşı hərbi və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi bugün də davam etdirilir. Məhkəmədə zərər çəkənlər və onların hüquqi varislərinin ifadə verəcəyi gözlənilir. Daha ətraflı məlumatı isə birbaşa bağlantıda əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Buyurun, söz sizdə. Sabahınız xeyirli olsun. Bir neçə dəqiqədən sonra təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclası başlayacaq. Hazırki mərhələdə məhkəmə istintaqı davam edir. İş üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırılır, tədqiq olunur. Zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verirlər. Bugünkü iclasda da iki məlumatlar ondan ibarətdir ki, bugünkü iclasda da zərərçəkmişlərin bir qrupu ifadə verəcək. Qeyd edək ki, hazırda onların qeydiyyatı aparılır. Qeyd edək ki, ümumiyyətlə bu cinayət işi üzrə olduqca çox saylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri keçirlər. Hər məhkəmə iclasında 20, 30, 40 nəfər zərərçəkmiş ifadə verirlər. Hansı şəraitdə, nə zaman zərər çəkdikləri barədə məhkəmədə fikirlərini bildirirlər. Bundan əlavə, məhkəmə prosesində bir qrup zərərçəkmişin isə ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunacağı gözlənilir. Qeyd edək ki, bundan əvvəlki iclasda onlar məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və həmin ifadələrin də məhkəmədə elan olunmasını xahiş etmişlər. Məhkəmə tərəfləri dinləmişdi, etiraz edən olmamışdı və bundan sonra qərara alınmışdı ki, növbəti iclaslarda həmin ifadələr elan olunsun. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan isə hələlik ifadə verməkdən imtina edir. Eyni zamanda dövlət ittihamçılarının suallarını cavablandırmaqdan da imtina etmişdir. Amma demək olar ki, bütün məhkəmə prosesinin iclaslarında müxtəlif vəsadətlərlə çıxış edir. Qeyd edək ki, Ruben Vardanyanın hüquqlarını dövlət hesabına, onun özünün istəyinə uyğun olaraq dövlət hesabına vəkil müdafiə edir. Eyni zamanda o fikirlərini, vəsadətlərini çatdırması üçün rus dilində ona iki tərcüməçi ayrılıb. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.